İnsanın kamilliyindəndir ki, səhv eləyər. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir, bütün Adəm övladı, hər biri Adəm övladı səhv eləyəndir, xəta eləyəndir. Lakin ən xeyirli xəta eləyənlər kimlərdir? Qaydanlar, tövbə eləyəndir. İnsan xəta eləyə bilər, səhv eləyə bilər. Normaldır, yəni normaldır bu təəccüb, lakin səhv eləyir. Ola bilər. Lakin nədir? Əlac tövbə. Tövbə eləyir, əlhamdülillah. Ona görə dinimiz aydındır. Sadəcə problem nədədir, qardaşlar? Savadsızlıq. Bu dini bilməməzlik və bəzi dəvətçilər, bu dini təbliğ eləyənlər problemdir. Bunların səbəbi də azanlar var. Görürsünüz, məsələn, götür Mumeyyiləri. Hizbilərin bir qolu. Gizli xavariclər. Xavariclər, qardaşlar, neçə növdür ya? Təkfirçilər neçə növdür? Var açıq-aşkar, var gizli. Var gizli. Yəni, ola bilər, kim ki, Allahın anlayışı yoxdur bu mövzulardan, ola bilsin, bilməsin. Sən demə, xavaric imiş. Ona görə, onlar neçə növdür? Məsələn, götür Mumeyyiləri. Təbliğatları nədir? Gəlin, deyir, susaq. Gəlin susaq, Allah'dırlar ətrafındakı hamımız qardaş olaq, göyçəmənlik olsun, xoş deyək, xoş eşidək, bəs salam. Deyirsən, bəs müxaliflər var, hansı ki, əhlüsünlə üsuluna müxalifdirlər. Bunların çağırışı nəyə aparır? Bunların çağırışı buna aparır. Deyirlər, yox, susaq. Çünki danışsaq, bölünəcək cəmaat. Onun səbəbinə görə susaq. İndi sual vereyim. Sələf belə olub? Yox. Sələf belə olmayıb. Sələf danışıb. Nə qədər kitablar var? Sələflərdən danışıblar. Şiddətli olublar. Rəddiyələr veriblər. Hətta Fatihədə Allah Taala tərifdən sonra nə deyir? Düzgün yoldan danışır və azanlardan danışır. Axırı. Yəni, onlardan olma. Ona görə təbliğat düzgün gedmir. Və necə anladırlar? Deyirlər, biz dedik, gedək alimlərin yanına, gedmədi. Üsullarından biri də Allah'cı şeytani üsullarından. Gedin, alimlərin yanına ehtiyac yoxdur. Hələ biz alimlərin yanından gəlmişik. Alladıcı üslubdur. Gedin, deyin, kimi etsən, bax, filan kesdi, bu əqidədə, bu fikirdə. Və bu əqidə fikirli adamlarla oturub dururlar, onlardan çəkindirmirlər. Tərifləyirlər. Kim onlara qarşı danışır, onlara qarşı danışırlar. Belə sələfi olar, gedin sual verir. Əgər deyirsiniz, bizə əhlüsün olacaq. Gedin, hansı? Hətta bəzi hizbi alimlər, məsələn, rədd edici olan bu fikirlərin. Allah'dır. Və ya o birisi, telefonda göstərir Şeyx Ozanın. Bu azmışın biri. Fitrə əhli. Bilməm, özün sayır fitrə əhlindən yoxsa yox. Gətirir Şeyx Ozan, deyir, bax, Şeyx Ozan sözü dəlil deyil ki. Şeyx Ozan, kim ki alimi gətirir, sənə alim gətirə bilərlər yenə. Şeyx Ozan belə deyil, başqa alim belə deyil. Əsas dəlildir. Alimin sözü dəlil olmur. Alimin sözü dəlillə ki, sadəcə kömək eləyir. Dəlil Allah və Rasulun sözüdür. Yəni, problem nədədir? Fitrə əhli laf tutaq ki, fikir ayrılığı ola bilər, alimlərdən iştihadları ola bilər. Lakin alimlərin o iştihadları ümumidir. Lakin onun problemi nədir? Azmışın. O təyin eləyir. Xüsusiləşdirir. Xavariclərlə bizim aramızda nədir? Məsələ, namaz qılmayan hökmündə. Biz deyirik, məsələ əhlüsün arasında var. Lakin, nə üçün bu məsələyə görə onları xavaric deyirik? Onlar əhlüsünnənin yanaşdığı kimi yanaşmırlar bu məsələyə. Onlar təyin eləyirlər. Təyin eləyirlər, hökm verirlər. Əslən bu məsələdə ixtilafı qəbul eləmirlər. İxtilafı qəbul eləmirlər. Amma əhlüsünnə yox.
Əhlüsünnə deyir, ixtilafdır. Sadəcə tərcih eləyən tərəflər var. Baxmayaraq, çoxsu kafir görmür. Hətta təkfir edənlər namaz ümumən görür, əsasən. Sonra deyir, hüccət çatandan sonra varsa, təkfirdirsə, gedirik təkfirin qaydalarından. Gətirir, deyir ki, onun problemi nədir? O, özlə problem bilsin nədədir? Oturub bildi, ola bilər güzgün qabağında danışmağı, belə necə danışacam zat üslubu. Dəlili gətirir ki, göy ki biz başa düşməmişik. Ağıl sahibləri ağıldan danışır, göy ki özün başa düşəndir. Onun problemi oldu ki, başa düşməyim ki, sən deyirsən ki, Azərbaycan xalqı fitrə əhlidir. Bu təkfirdir. Problemi nədir? Təyin eləyib o. Hansı alim təyin eləyib? Hansı ölkəni? Hansı alim? Hansı yeri təyin eləyib? Belə şey yoxdur əslən. Ona görə özün ağıllı sayır. Onu elə gəl, aydındır. Lakin görsən azdırır. Azdırır. Yəni təbii ki, o belə danışdıqlarını, üslublarına görə ayn, belə Yasin və Qur'anil Hakim ərəbcə sözlər deyir. Bəzi avamlar deyir, qoydu. Dəlil gətirdi Yasin surəsinin özdə. Məsələn də, heç də. Şeyx Fozanın telefonu. Aslında dəlil gətirir, Şeyx Fozan yox. Azdırır. Ona görə azdıran dəvətçilər var. Azdıran dəvətçilər var, arkadaşlar. Özünüz görürsünüz, Momeygilərdə necə eşidirsiniz, xavaclarla danışırlar, danışmırlar. Əksinə, kim ki danışır, deyirlər, bu nə çox danışır. Hələm danışırıq, hələm onlar var. Gör, danışmasaq nə olar? Qardaşların çoxsa cavandır. Cavandır, hissiyata qapananlardır. Gələr başını alladarlar. İndi müharibə qutardı Suriyada və s. Sabah Allah bilir, yenə harada nəsə olacaq. Bu proses həmişə olacaq. Davam edəcək həmişə. Dünyadır. Mütləq olanda danışmaq lazımdır. İndidən danışmaq lazım. Peyğəmbər sallallahu aleyhi ve sellem xavarici yox idi, danışırdı. Buna görə qardaşlar, dinimiz aydındır. Sadəcə bu dinimizi düzgün çatdırmaq lazımdır. Düzgün başa düşmək lazımdır. Əsas budur qardaşlar, bunlar belə məsələlərə fikir verir. Əhlüsünnə üsulu var, bizim qaydamız var. Orada yol hərəkəti qaydaları kimidir? Yol hərəkəti qaydaları. Burada 60-landır, burada olmaz saxlamaq. Burada belə gedə bilərsən, ehtiyatlı ol. Yolda təmir gedir. Və s. Əssalam. Əhlüsünnə üsulu var. Onlar gətirdikləri məsələlər əhlüsünnə üsulu deyil. O telefonları qalsa 50 dənə telefon gətirərəm, şeyxlər danışır. O dəlildir. Aydındır qardaşlar, aydındır. Allah subhanət hələ bizə işli faydalarından etsin. Allah bizi dində sabit etsin. Allah müsəlmanlara kömək olsun. Allah qardaşlarımızın bu əqidini də qəbul etsin və övladını da salihlərdən etsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.